Üçüncü dərsimiz Smart Art'dır. Smart Art'lar nədir? Əsasən fiqurların içərisində yazılar yazırıq. Bax, onu bunlarla istifadə edirik. Üzərinə vururam. Açıldı bu formada tab. Yəni pəncərə açılır. Burada list tipində var. Ol hamısıdır. Yəni hamısı bir yerdə deməkdir. List tipində var. Bu oxlar tipində var. Dairəvi formada var. Yəni hər tipdə mən necə deyirlər, smart artlar piramida formasında var və yaxud da şəkilli smart artlar seçə bilərəm. Məsəl üçün ilk olaraq ən sadəsi ilə, birinci ilə bununla başlayacağam. Baxın, bu formada üzərinə vuranda bu formada qutucuqlardır sanki gəldi. Mən bura nə istəsəm, yəni mənə lazım olan məlumatları bunun içərisində yazıb yerləşdirə bilərəm. Əsasən bu harda lazım olur? Bu ibtidai sinif müəllimlərində bəlkə görərsiniz, hər hansı bir məlumatları bəzəkli qutuların və yaxud da dairələrin, fiqurların içərisində verirlər. Hə. Məsəl üçün Testlər verir. sual 1, məsəl üçün bunun içərisində digər bir sual yaza bilərəm. Bu şəkildə nələrsə yazıb, indi mən də tam olaraq bilmirəm nə yazım. Amma siz başa düşdünüz məni. Hə, başa düşdüm. Sual məsəl üçün bu 4-dür, bu da 3-dür. Bu 5. Bu şəkildə bunu yığdım. İndi hər hansı bir məlumat olar. Məsəl üçün rəngli heyvanlar verə bilərəm uşaqlar üçün, ya güllər, çiçəklər, nələrsə. Hətta bunun indi şəkillərini yığacaq. Əvvəl sadəni öyrənək. Bunun üzərinə basdıqda, bax buradan add şeipəsinə deməkdir. Yəni bunu əlavə eləməkdir. Bax vurdum. Bu seçməkdir. Bax bu obyekt var burada, fırlanma ox, fırlanan dairə və ox, kənarlarında bu dairələr çıxır, balaca yumrular. Bu o deməkdir ki, bu seçilib. Məsələn, 2-ni seçdim. Bax 2-ni gətirdim. Add-ı vursam, 2-dən sonra 1-ini atacaq. Məsəl üçün 3-ü seçsəm, 3-dən sonra add-ı vursam, ona əlavə eləyəcək. Sonra burada var text panel. Text paneli açıb buradan da məsəl üçün sual 6 yaza bilərəm. Və yaxud da ki, elə buradan da yazanda eyni şey olur. Yəni ikisi də eynidir. Silmək üçün də ya backspace-dən, elə backspace-i vuraram üstündən silər. Seçərəm, baxın backspace-i vururam, silir. Yəni heç bir problem. Bunu vuranda bu şəkildə böyüdür, balacalaşdırır və yaxud da bu formada dairə gətirir. Yəni, baxın, bunun içərisində bu dairə bundan gəldi. Məsəl üçün, bunu vurub yazanda forması dəyişmək olur. Məsələn, bu şəkildə yazdı. Sonra text paneli dedik, budur. Baxın, bu nə edir? Özündən sonra 1-in atdı. Geri qaytardı. Baxın, bu 1-in əlavə elədi 4-dən sonra. Bu geri qaytarır. Məsəl üçün, bu seçilmiş mətin var ha. Bunu bu seçir, digər taba atır, digər çərçivəni, necə deyirlər, fiqurun içinə atır. Bu da geri qaytarır. Bu birindən digərinə yuxarı aşağı hərəkət elətdirmək üçündür. Həm də məsəl üçün bu içərisində sözü seçəndə sözü hərəkət elətdirir bu. Baxın. Hə, damanı seçəndə damanı. Hə, fiquru seçəndə fiquru yuxarı və yer altını yuxarı apardı. Altını aşağı eləyirəm. Down aşağı deməkdir. Up yuxarı deməkdir. Məsələn, baxın, dəyişir. Yəni, bu yerlərini dəyişməkdir. Daha sonra burada nə var? Bu sağa sola hərəkətdir. Bu şəkildə. Yenə bu da yerlərini dəyişiklik yapar. Bu da çubuqlar əlavə eləyir. Hal-hazırda məndə aktiv deyil. Daha sonra burada dəyişiklik eləyə bilərəm. Başqasını seçə bilərəm. Məsələn, bunun üzərinə vuraram. Bunu seçə bilərəm. Dəyişildi. Düzdür, formata uyğun olmadı. Geri qaytarım. Yəni, buradan elə yazdığım mətn üzərində mənə uyğun olanı dəyişdirə bilərəm.
Baxın, bu şəkildə də seçə bilərəm. Hə, başa düşdüm. Sadəcə gedib üstündən vururam, seçirəm. Ctrl Z-dən geri qaytara bilirəm bu şəkildə. Sonra change colors var, rəngini dəyişə bilirəm. İndi açılsa, rəngini dəyişə bilirəm. Elə açılmayıb, amma baxın, üzərində gəzdirdikcə rəng belə dəyişiklik baş verir. Məsələn, seçdim bunu, rəng biraz soldu. İnternetlə əlaqəli nədirsə, rəng açılmır. Rəngini dəyişə bildim. Daha sonra bunun formasını dəyişə bilirəm. Məsəl üçün, bax, bu formada elə ki, sanki biraz qalınlaşdırdı fiquru. Kutucuq formasına saldı. 3D formatına necə deyərlər salır, baxın. Yəni, məqsədimiz sadəcə bunların içərisində yazı yazıb, təqdim eləmək üçün istifadə olunur. Hər hansı bir, dedim də, ən çox ibtidai sinif müəllimlər üçün falan işlədilir bu. Bu geri qaytarır. Məsəl üçün, rəngi geri qaytardı. Elə 3D formatı. Buradan yenə rəngi dəyişdirim. Baxın, buna vursam geri qaytarır. Recent Graphics, yəni geri qaytar. Bunu da vursa, bu aşağıdan xəttlərlə birləşəcək. Sadəcə məndə hal-hazırda aktiv deyil. Bu şəkildə, yəni Smart Art budur. Bunu dayandırım. Keçək diaqramlara.